Salam, bugünkü dərsimiz kimyanın layihə əsasını öyrənəcəyik dövrə qanunu mövzusunda. Burada var hidrogen. Hidrogen müəyyən birinci elementidir. Birinci və yedinci yerləşir. Adi şəraitdə qazdır, bir proton, bir elektron var. Ələş. Buyur. Şəkildə gördüyünüz həsr oksigenin atom quruluşu verilmişdir. Oksigen 6-cı qrupda yerləşir. Onun sıra nömrəsi 8-dir. Sıra nömrəsi 8 olduğuna görə 18 proton və 8 elektronu var. Burada gördüyünüz nüvədən kənar energetik səviyyələrdə oksigen elektronlar paylanmışdır müəyyən təbəqələr üzrə. Məsələn, birinci təbəqədə 2 elektron, digər ikinci energetik təbəqədə isə 6 elektron paylanmışdır. Elə oksigenin 8 protonu olduğuna görə, onun da nisbi atom kütləsi 16 olduğuna görə 18 neytronu var. Burada gördüyünüz narıncı rənglə verilmiş neytronu təsvir edilmişdir. 8 neytron, 8 də proton var. Ələş. Buyur. Bu gördüğünüz belirli elementinin atom quruluşudur. Sıra nömrəsi 4'dür. İkinci qrup elementidir. Mavilər protonda 4 dənədir. Yaşıllar neutrondur, 5 dənədir. Qırmızılar isə elektrondur, o da 4 dənədir. Proton və neutron daima sabit olur. Elektronlar isə daima nüvə ətrafında hərəkətli olur. Ələş. Bu lityumdur. Nisbi atom kütləsi 7'dir. Birinci qrupda yerləşir. Burada 3 dənə elektron, 3 dənə proton, 4 dənə neutron var. Nüvəni proton və neutronlar təşkil edir. Elektronlar isə nüvənin ətrafında dövr edir.